Ağdaşda Milli Genofondun və sosial rifahın təmini, narkomaniya, erkən nikah, psixoloji böhranlar və intihara cəhdlərin qarşısının alınmasında strateji hədəflər mövzusunda həsr olunmuş panel iclas keçirilib. Tədbir prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair yol xəritəsindən irəli gələn vəzifələrin icrası məqsədi ilə Ağdaş rayon İcra Hakimiyyəti və rayon prokurorluğunun birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində baş tutub. İclasda rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyatı dövlət strukturlarının nümayəndələri, pedaqoji kollektivlər, tələbələr və ictimai fəal gənclər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon prokuroru Anar Əliyev və digər çıxış edənlər erkən nikahların cəmiyyətin mənəvi sütunlarına vurduğu zərər və ailə institutunun qorunması istiqamətində həyata keçirilən tədbirlər, intihara cəhd hallarının hüquqi aspektləri və bu sahədə preventiv nəzarətin gücləndirilməsinin vacibliyi, əhalinin psixoloji sağlamlığının qorunması və böhran anlarında göstərilən peşəkar dəstək mexanizmləri, eləcə də narkomaniya ilə mübarizənin ümummilli vəzifə olması və gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün görülən işlərdən bəhs ediblər.